Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Şimali Amerikanın iqlimi ilə bağlı olacaqdır. Biz bildiyimiz kimi Şimali Amerika materiki şimal və qərb yarımkürələrində yerləşən bir materikdir və Şimali Amerikanın iqliminin formalaşmasına bir çox amillər təsir göstərir. Bunlardan biri materikin şimaldan cənuba doğru uzun məsafədə uzanmasıdır. Elə ona görə də materik şimaldan cənuba doğru uzun bir məsafədə uzandığı üçün yalnız ekvatorial iqlim qurşağına çıxmaq şərti ilə digər iqlim qurşaqlarının hər biri Şimali Amerika materikində yayılmışdır. Digər bir səbəb relyef səbəbidir. Yəni materikin qərb hissəsində hündür Kordilyer dağlarının olması Sakit okeandan gələn hava kütlələrinin materikin mərkəzi hissələrinə daxil olmasının qarşısını alır və ona görə də Sakit okeanın təsiri Şimali Amerika materikindən nisbətən daha azdır. Lakin şərq hissəsində, şimal hissəsində çox hündür dağların olmaması Atlantik okeanından və Şimali Buzlu okeanından gələn hava kütlələrinin materikə rahatlıqla daxil olmasına səbəb olur. Digər bir amil isə materikin çox girintili çıxıntılı olmasıdır. Həmçinin Hudson, Meksika kimi körfəzlərin materikin daxilinə daha çox daxil olması və nəticədə bu körfəzlərin üzərində yaranan hava kütlələrinin materikin ərazisinə daha çox daxil olmasına səbəb olur. Yəni, digər amil budur, yəni əsas iqlimə təsir göstərən amil. Digər amil təbii ki, cəryanlardır. Biz bilirik ki, soyuq cəryanlar okeanlarda suyun temperaturunu soyudur və ətraf ərazilərə yağıntıların düşməsini azaldır. İsti cəryanlar isə okeanlarda suyun temperaturunu qaldırır və ətraf ərazilərdə yağıntıların miqdarının artmasına səbəb olur. Ona görə bax, bu ərazidə soyuq Kaliforniya cəryanı hərəkət etdiyi üçün suyu soyudur və Şimali Amerikanın qərb hissəsində səhralıqların, quru ərazilərin əmələ gəlməsinə səbəb olur. Lakin burada isti cəryan olan Alyaska cəryanı, həmçinin biz burada daha doğrusu Gulf Stream cəryanı və s. kimi cəryanlar nümunə göstərə bilərik ki, bu cəryanlar isti cəryanlardır və ətraf ərazilərdə rütubətin və yağıntının artmasına səbəb olacaqdır. Gördüyümüz kimi bu amillər Şimali Amerikanın iqliminə əsas təsir göstərən amillər hesab edilir. Şimali Amerikada ən yüksək temperatur ölüm dərəcəsində qeyd alınır. Burada təqribən müsbət 57 dərəcə istilik qeyd alınmışdır. Ən soyuq ərazilər isə təbii ki, qütb ətrafı ərazilərdir. Xüsusən Kanadanın və Alyaskanın şimal hissələrində mənfi 64 dərəcəyə qədər soyuq qeyd alınmışdır. Qrenlandiya isə, yəni ada hissəsində isə temperatur daha soyuqdur. Burada isə temperatur təqribən mənfi 70 dərəcəyə yaxındır ki, bu ərazilərin nə dərəcədə soyuq olduğunu təbii ki, biz buradan görə bilərik. Yağıntıların isə ən çox düşdüyü ərazilər təbii ki, isti cəryanların təsir göstərdiyi, xüsusən materikin şərq hissələri və xüsusən Mərkəzi Amerika hissəsində təbii ki, yağıntıların miqdarı daha çoxdur. Deməli, daxili hissələrdə, həmçinin Kaliforniya yarımadasının müəyyən bir hissələrində və qütb ətrafı ərazilərdə isə buxarlamanın zəif getməsi səbəbindən təbii ki, yağıntıların miqdarı daha azdır. Amma bir daha deyirəm, ən çox yağıntı daha çox Mərkəzi Amerika, həmçinin Havay adaları, yəni biz qitə kimi, ümumi Amerika qitəsi kimi baxsaq, təbii ki, Havay adalarında da belə deyək, yağıntıların miqdarı çoxdur. Biz bilirik ki, dünyada orta illik yağıntıların ən çox düşdüyü ərazi hesab edilir. Biz Şimali Amerikanın iqliminə diqqət yetirsək, biz bilirik ki, Şimali Amerikada ekvatorial iqlim mövcud deyil. Biz subekvatorial iqlimdən başlaya bilərik. Subekvatorial iqlim materikin ən cənub hissəsindədir. Yəni Panama ərazisində, Panama kanalı ətrafında olan ərazilərdə biz subekvatorial iqlimin yayıldığını görə bilərik və biz bir daha yenə subekvatorial iqlimin diaqramına baxaq. Mən dəfələrlə bunu təkrarlamaq istəyirəm ki, yəni siz daha ətraflı şəkildə bunları daha yaxşı yadda saxlayasınız. Deməli, subekvatorial iqlimin biz diaqramına diqqət yetirsək, görə bilərik ki, yağıntılar yayda düşüb. Əlbəttə ki, biz şimal subtropikdən danışırıq. Yəni, iyun, iyul, avqust aylarında yağıntılar düşüb, gördüyünüz kimi. Yəni, bu da şimalda yay aylarına təsadüf edir. Həmçinin yanvar, fevral, dekabr kimi aylarda isə təbii ki, biz quraqlığın olduğunu görürük. Yəni, qış aylarında isə təbii ki, bu ərazilərdə yağıntıların miqdarı azdır. Buna səbəb nədir? Yayda ekvatorial, qışda isə tropik hava kütlələrinin təsir etməsidir. Və biz bu əraziyə diqqət yetirsək, görə bilərik ki, iqlim diaqramına diqqət yetirsək, görə bilərik ki, əlbəttə ki, havanın temperaturu həm yayda, həm də qışda
isti olubdur, yəni havanın temperaturu çox da dəyişmir. Amma biz yağıntıların miqdarının kəskin formada dəyişdiyini görə bilərik. Ona görə bu ərazilərdə qış aylarında təbii ki, əkinçiliyi inkişaf etdirmək üçün suvarmaya ehtiyac var və əkinçilik üçün, aqroqlim ehtiyatları üçün zəngin olan ərazilər hesab edilir. Deməli, Şimali Amerikada digər yayılan iqlim, təbii ki, bax, görə bilərik biz 3 rəqəmi ilə göstərib, həm tropikin səhra tipi, yəni quru tipi, həm də rütubətli, yəni dəniz tipi bu ərazidə yayılmışdır. Ona görə materikin qərb hissəsində, əsasən burada soyuq okean cərəyanlarının təsir etməsi nəticəsində bu ərazilərdə təbii ki, səhra tipi yaranır materikin qərb hissəsində. Lakin materikin, belə deyək, Meksika yaylası, həmçinin Florida yarımadası, Mərkəzi Amerikada olan adalar hissədə isə təbii ki, tropikin rütubətli tipi yayılmışdır ki, rütubətin tropik tipinin, daha doğrusu tropikin rütubətli iqlim tipinin yayılmasının əsas səbəbi isti cərəyanların, xüsusilə Qolf Stream cərəyanının təsiridir. Biz bu iqlimlərin, yəni diaqramlarına diqqət yetirsək, görə bilərik ki, tropikin deməli, səhra tipində yağıntıların miqdarı həddən artıq azdır. Yəni, burada rütubətlənmə əmsalı çox kiçikdir. 0,2, 0,3-dür. Çox quraqlıqdır. Rütubət çatışmazlığı qeydə alınır. Havanın temperaturu isə çox, yəni, il ərzində yüksək olmuşdur. Çünki buraya il boyu tropik hava kütlələri təsir göstərir. Biz rütubətli tropik iqlimə isə baxsaq, görə bilərik ki, rütubətli tropik iqlimdə isə təbii ki, yağıntıların miqdarı əlbəttə ki, bu ərazidə buxarlanma çox getdiyi üçün yağıntıların miqdarı çoxdur. Gördüyümüz kimi yağıntıların miqdarı çoxdur. Havanın temperaturu isə demək olar ki, il ərzində 20-30 dərəcə arasında dəyişmişdir. Yəni temperatur il boyu istidir və yağıntının miqdarı, yenə deyirəm, əlbəttə ki, çox olacaqdır. Yenə də deyək, bu rütubətli tropik tip hansı ərazilərdə yayılmışdır? Yayılmışdır Yucatan yarımadası, yayılmışdır Mərkəzi Amerikada olan adalarda, Meksika yaylasında və s. Bu ərazilərdə rütubətli tropik iqlimə biz rast gələ bilərik. Biz 4 rəqəminə baxsaq, görə bilərik ki, subtropik iqlimdir və biz Şimali Amerika ərazisində subtropikin, deməli, Aralıq dəniz iqlim tipinin, kontinental tipinin, həmçinin musson iqlim tipinin bu ərazilərdə yayıldığını görə bilərik. Materikin Kaliforniya yarımadasının şimalında, yəni ABŞ-ın qərb hissəsində biz görə bilərik ki, subtropikin Aralıq dəniz iqlim tipi yayılıb. Biz bilirik ki, subtropik iqlim qurşağına yayda tropik, qışda isə mülayim hava kütlələri təsir göstərir. Ona görə də yay ayları isti və əsasən quru, təbii ki, qış ayları isə yağıntılı və mülayim keçir. Subtropikin Aralıq dəniz iqlim tipinin qrafikına biz diqqət yetirsək, görə bilərik ki, yağıntılar qış aylarında düşmüşdür. Yanvar, fevral, dekabr və s. bu kimi aylarda yağıntıların miqdarı çox olmuşdur. Lakin yay aylarında isə yağıntıların miqdarı çox azdır, çünki tropik hava kütlələrinin təsirinə məruz qalır. Havanın temperaturuna baxsaq, təbii ki, yayda tropik hava kütlələri təsir göstərdiyi üçün yay ayları çox istidir. Yəni, orta temperatur 30 dərəcə gördüyümüz kimi civarındadır. Qış aylarında isə mülayimdir. 8-9 dərəcə orta temperatur görürsünüz ki, bura biz görə bilərik. Və yenə deyirəm, yağıntıların miqdarı qış aylarında düşüb, əkinçiliyin inkişafı üçün mütləq və mütləq suvarmaya ehtiyac vardır. Daha sonra təbii ki, bu ərazidə biz subtropikin digər bir növü olan, təbii ki, subtropikin kontinental tipini görə bilərik. Baxın, materikin mərkəzi hissələrində yayılmışdır təbii ki bu. Və biz subtropikin kontinental tipinin diaqramına da baxsaq, görərik ki, artıq burada yağıntıların miqdarı azalır. Çünki materikin daxilinə doğru getdikcə, okeanlardan uzaqlaşdıqca yağıntıların miqdarı azalır. Havanın temperaturu isə yay ərzində nisbətən çox isti olur. Yəni 20-25 dərəcəli istiliyi biz görə bilərik. Lakin qış aylarında isə artıq -5-ə düşdü. Gördüyümüz kimi artıq təqribən 30 dərəcəyə yaxın temperatur amplitudu yarandı. Ona görə subtropikin kontinentalında artıq sutkalıq, daha doğrusu illik temperatur amplitudu artacaq. Buna səbəb ərazidə yağıntıların miqdarının azalması və kontinentallaşmanın baş verməsidir. Bu da gördüyümüz kimi hansı ərazilərdə yayılıb? Təbii ki, materikin daxili hissələrində, xüsusən böyük hövzə ərazisində biz subtropikin kontinental iqlim tipinin yayıldığını görə bilərik. Biz daha sonra materikin şərq hissəsinə baxsaq, materikin şərq hissəsində isə subtropikin musson iqlim tipinin ABŞ-ın şərqində, təbii ki, subtropikin musson iqlim tipinin yayıldığını görə bilərik.
Subtropikin, həmçinin Florida yarımadasının şimal hissəsində biz subtropikin musson iqlim tipini görə bilərik. Subtropikin musson iqliminin qrafikinə baxsaq, gördüyümüz kimi bura musson hava kütlələri təsir göstərdiyi üçün yay aylarında gördüyümüz kimi yağıntının miqdarı çoxdur. Çünki musson küləkləri yayda okeandan materikə doğru əsir, ona görə çoxlu rütubət gətirir. Lakin qış aylarında isə, yəni yanvar, fevral, dekabr, mart kimi aylarda isə yağıntının miqdarı təbii ki az olacaqdır. Havanın temperaturu isə gördüyümüz kimi, yəni yay aylarında təqribən 25 dərəcədir orta temperatur, qış aylarında isə mənfiyə düşmür, 0 ətrafında olur. Amma yenə də deyirəm, subtropikin mussonunda qışda da orta temperatur 0 dərəcəyə düşmür. Belə. Demək, yayıldığı ərazilərə isə bir daha qeyd edək. Atlantik okeanı ovalıq, həmçinin Florida yarımadasının şimalı, yəni bu kimi əraziləri biz nümunə göstərə bilərik. Şimali Amerikada ən geniş yayılmış iqlim qurşağı, təbii ki, mülayim iqlim qurşağı da burada ən geniş yayılmış iqlim qurşaqlarındandır. Gördüyümüz kimi 5 rəqəmi ilə mülayim göstərilib. Şimali Amerikada da həm mülayimin dəniz tipinə, həm kontinentalına, həm də mülayim kontinentalına rast gələ bilərik. Biz materikin təbii ki qərb hissəsinə baxsaq, təbii ki materikin qərb hissəsində fikir verdiyimiz kimi dəniz iqlim tipi yayılmışdır. Biz bilirik ki dəniz iqlim tipində yağıntılar bərabər paylanır. Yəni diqqət yetirək. Baxın, yağıntılar mülayimin dəniz iqlim tipində bərabər paylanır. Təqribən 1000 mm-ə yaxın yağıntı düşür və yağıntılar il boyu bərabər paylanır. Havanın temperaturuna isə diqqət yetirsək, həm yay, həm də qışı mülayimdir. Yəni yayda təqribən 15 dərəcə orta temperatur, qış aylarında isə 5-6 dərəcəyə qədər orta temperatur qeyd alınır. Və təbii ki, Alyaska yarımadasının müəyyən bir hissəsində və materikin qərb hissəsində biz təbii ki, mülayimin dəniz iqlim tipini görə bilərik. Təbii ki, biz mərkəzi hissələrə getdikcə yağıntıların miqdarı azalır və burada təbii ki 5B, görürsünüz 5B ilə göstərilən mülayimin kontinental tipi yayılmışdır və mülayimin kontinental tipində isə yağıntıların miqdarı təbii ki azalacaq. Biz burada diqqət yetirək mülayimin kontinentalına. Yağıntıların miqdarı artıq dəniz tipindən fərqli olaraq azalır. Niyə? Çünki artıq okeanın bura təsiri azalır. Həmçinin biz burada diqqət yetirsək, havanın temperaturu da artıq -10 dərəcəyə qədər düşür. Yayda isə hardasa 15-16 dərəcəyə qədər orta temperatur qeyd alınır və dəniz iqlimindən fərqli olaraq artıq illik temperatur amplitudu nisbətən böyümüş olur. Biz materikin daha da mərkəzi hissələrinə hərəkət etsək, baxın gördüyümüz kimi burada 5A ilə kəskin kontinental tip, yəni Amerikanın mərkəzi hissələrində, həmçinin Labrador yarımadasının cənub hissələrində, mərkəzi düzənliklərdə biz artıq mülayimin kəskin kontinental tipinin yayıldığını görə bilərik. Kəskin kontinental tipdə artıq yağıntıların miqdarı bir daha deyirəm azalır və havanın temperatur amplitudu böyüyür. Biz kəskin kontinental tipin diaqramına diqqət yetirsək, baxın kəskin kontinental tipdə havanın temperaturu yayda müsbət 20 dərəcəyə qədər çatır orta temperatur, qış aylarında -20-yə qədər düşür, yağıntıların miqdarı isə təbii ki kəskin formada azalmış olur. Biz materikin təbii ki daha da şimalına doğru irəliləsək, biz burada təbii ki subaktiv iqlim qurşağının yayıldığını görə bilərik. Subaktiv iqlim qurşağı təbii ki bu ərazidə geniş formada yayılmışdır. Subaktiv iqlimə yayda mülayim hava kütlələri təsir göstərdiyi üçün yay ayları əlbəttə ki mülayim və nisbətən yağıntılı olur. Baxın, gəlin baxaq mülayim şimal subaktikin diaqramına. Yay aylarında mülayim hava kütlələri təsir göstərdiyi üçün yay ayları nisbətən yağıntılı, yəni yağıntının əsas hissəsi yay aylarında düşür və havanın temperaturu isə yay aylarında müsbət 10 dərəcə, yəni mülayim olur. Qış aylarında isə aktiv hava kütlələri təsir göstərdiyi üçün qış aylarında yağıntının miqdarı azalır və həmçinin havanın temperaturu artıq çox aşağı düşür. Gördüyümüz kimi, yəni yay mülayim, qışı isə soyuq keçmiş olur. Və subaktiv iqlim qurşağının, yəni əsas gördüyümüz kimi yayıldığı ərazilərə biz hansı əraziləri göstərə bilərik? Alyaskanın şimal hissələrini, Kanadanın mərkəzi və Labrador yarımadasının şimal hissələrini biz subaktiv iqlim qurşağında yerləşdiyini görə bilərik.
Və Şimali Amerikada yayılmış digər təbii ki, iqlim qurşağı arktikdir. Gördüyümüz kimi, baxın 7 rəqəmi ilə göstərilən ərazilərdir. Təbii ki, Şimali Amerikanın şimal hissələri, Qrenlandiya adasının əsas hissələri, şimal və mərkəzi hissələrini, həmçinin Kanada, Arktika arxipelaqında yerləşən adaların əsas böyük hissəsini, xüsusən şimal hissələrini arktik iqlim əhatə edir. Arktik iqlim biz bilirik ki, burada il boyu alçaq, təzyiq və enən havadır. Ona görə də üzr istəyirəm, yüksək təzyiq və enən havadır və havanın temperaturu il boyu aşağıdır. Yay aylarında belə havanın temperaturu 0-a qədər qalxır, qış aylarında isə -30 və daha aşağı ola bilir. Yəni bu orta temperatur təbii ki, bundan da aşağı temperatur ola bilər. Və bir daha qeyd edək ki, hava şəraiti çox soyuq və şaxtalı olur. Və ümumiyyətlə subarktik olsun, arktik olsun, burada antropogen təsir çox zəifdir. Bu ərazilər insanlar tərəfindən daha az mənimsənilir və insanların yaşaması üçün və təsərrüfat işlərini həyata keçirməsi üçün hava şəraiti çox əlverişsizdir. Biz Cənubi Amerikanın iqliminə keçid etsək, biz bilirik ki, Cənubi Amerika materikini ekvator xətti kəsir və ekvator xətti kəsdiyi üçün həm şimal, həm cənub, həm də qərb yarımkürəsində yerləşir. Cənubi Amerika materiki və Cənubi Amerika materiki belə deyək, dünyanın ən rütubətli materiki hesab olunur. Çünki materikin şimalında, həmçinin şərqində böyük dağlar olmadığı üçün okeanlardan gələn hava kütlələri materikə sərbəst şəkildə daxil olur. Həmçinin şərq hissəsində olan isti cəryanlar belə deyək, materik ərazisində yağıntının artmasına səbəb olur və ona görə həmçinin qərb küləklərinin gətirdiyi yağıntılar və s. bu ərazilərdə yağıntıların artmasına və dünyanın ən rütubətli materikin olmasına səbəb olur. Biz Cənubi Amerikanın iqliminə təsir göstərən əsas amillər, onun coğrafi mövqeyi, qeyd etdiyimiz amillər, həmçinin materikdən olan relyefi, xüsusən materikin bayaq da qeyd etdik, qərb hissəsində, yəni materikin Ant dağları yerləşir. Baxın, burada materikin qərbində Ant dağları var. Ant dağları Sakit okeanına gələn hava kütlələrinin materikin əsas mərkəzi hissələrinə və yaxud da qərb hissələrinin belə də materikin biraz içərilərinə doğru daxil olmasına maneə törədir. Ona görə də Sakit okeandan gələn hava kütlələri Cənubi Amerikaya daxil olmasında maneə törədir bu dağlar. Lakin materikin şərqində bayaq da qeyd etdiyimiz kimi və yaxud da şimal hissələrində böyük dağların olmaması Atlantik okeandan gələn hava kütlələrinin, həmçinin Antarktida ərazisindən gələn hava kütlələrinin materikə daxil olmasına mane ola bilmir. Yəni, belə deyək, Atlantik okeanının Cənubi Amerikaya təsiri daha böyükdür. Cənubi Amerikada biz yenə dediyimiz kimi iqliminə təsir göstərən digər amil təbii ki, daimi küləklərdir. Biz buna həm Passat küləklərini, həm qərb küləklərini nümunə göstərə bilərik. Passat küləkləri materikin şərq hissəsinə, qərb küləkləri isə materikin qərb hissəsinə çoxlu yağıntının gəlməsinə səbəb olur. Həmçinin okean cəryanları təbii ki, bu materikin iqliminə çox böyük təsir göstərir. Tutaq ki, materikin qərbində olan soyuq Peru cəryanı bu ərazidə, yəni Sakit okeanının ətrafında suyun soyumasına, buxarlanmanın azalmasına və ətraf ərazilərə yağıntıların az düşməsinə səbəb olur ki, elə ona görə də materikin qərb hissəsində Atakama səhrası yaranır, yəni səhralıq ərazi formalaşır. Lakin materikin şərqində Braziliya cəryanı bu ərazilərdə materikin şərq hissəsində tropikin rütubətli tipinin yaranmasına səbəb olur. Cənubunda isə Falkland cəryanı yenə də soyuq cəryanı olduğu üçün Patagoniya ərazisində yarım səhraların yaranmasına, yağıntıların azalmasına səbəb olur. Yəni, bu okean cəryanlarının da materikdə yağıntıların paylanmasında çox böyük rolu vardır. Biz bildiyimiz kimi, ekvator xətti Cənubi Amerika materikini, yəni gördüyümüz kimi kəsir. Ona görə materikdə, belə deyək də, həm şimal, həm də cənub hissəsində, həm ekvatorial, həm də subekvatorial iqlim burada yayılmışdır. Birinci ekvatorial iqlimdən danışsaq, görürük ki, bir rəqəmi ilə ekvatorial iqlim göstərilmişdir. Ekvatorial iqlim əsasən Cənubi Amerikada Amazon ərazisində yayılmışdır və biz bilirik ki, ekvatorial iqlimdə il boyu ekvatorial hava kütlələrinin təsirinə məruz qaldığı üçün ekvatorial iqlim qurşağında deməli il boyu yağıntılar çox olur. Baxın, biz ekvatorial iqlim qurşağının diaqramına diqqət yetirsək, görə bilərik ki, ekvatorial iqlimin diaqramında yağıntılar il boyu çox düşür, havanın temperaturu il boyu istidir, gördüyümüz kimi. Və Cənubi Amerikada bir daha qeyd edirəm, Amazon hövzəsində
ekvatoral iqlim yayılmışdır. Burada yağıntıların miqdarı çoxdur. Havanın orta temperaturu 24-26 dərəcə bu aralıqdadır və yağıntıların miqdarı isə 2000-3000 mm qədər bu ərazilərə yağıntı düşür. Yağıntıların çox olması Amazon ovalığında, yəni bataqlıqların yaranmasına, sıx cəngəlliklərin, meşələrin yaranmasına səbəb olmuşdur. Və burada dünyanın ən böyük meşələrindən biri olan Amazon meşələri yerləşir ki, bunun da səbəbi bu ərazilərə kifayət qədər çox yağıntının düşməsidir. Daha sonra biz keçid edə bilərik subekvatoral iqlimə. Subekvatoral iqlim təbii ki, Şimali Amerikada ekvatoral iqlim qurşağını həm şimaldan, həm də cənubdan əhatə edir. Gördüyümüz kimi şimalda Amazon ovalığının şimalı, həmçinin Orinoco ovalığı, Qviana yaylasında belə deyək, subekvatoral iqlim qurşağı yayılmışdır. Biz bayaq videoda göstərdik, yəni bir daha ehtiyac duymuram həmin belə deyək, diaqramları göstərməyə. Biz bilirik ki, Orinoco və Qviana şimalda yerləşdiyi üçün buranın yay ayları iyun, iyul, avqust aylarıdır. Ona görə subekvatorial da biz bilirik ki, yağıntılar yay aylarında düşdüyü üçün Orinoco və Braziliya, daha doğrusu Qviana ərazilərinə yağıntılar iyun, iyul, avqust aylarında düşəcəkdir. Lakin yanvar, fevral, dekabr ayları isə əlbəttə ki, yağıntıların miqdarı az olacaqdır. Çünki qış aylarında tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Havanın temperaturu isə il boyu təbii ki, isti olacaqdır. Cənub subekvatoral iqlimə isə təbii ki, biz Braziliya yaylasını nümunə göstərə bilərik ki, bu ərazilərə deməli subekvatorialın cənub subekvatoral iqlim qurşağında yerləşirlər. Biz bilirik ki, cənubun da yay ayları dekabr, yanvar, fevral, qış ayları isə iyun, iyul, avqust aylarıdır. Ona görə bu ərazilərə dekabr, yanvar, fevral aylarında yağıntıların miqdarı çox olacaq. Lakin belə deyək, iyun, iyul, avqust aylarında isə yağıntıların miqdarı az olacaq. Cənub subekvatorialın biz qrafikinə diqqət yetirsək, görə bilərik ki, baxın, fikir verin. Burada yanvar, fevral, dekabr, noyabr və s. kimi aylarda, yəni qış, belə deyək də, yəni bizim üçün bunlar qış ayıdır, cənubun yay aylarıdır. Yay aylarında yağıntıların miqdarı çoxdur. İyun, iyul, avqust aylarında, yəni qış aylarında isə yağıntıların miqdarı azdır. Havanın temperaturu isə il boyu isti olduğunu biz buradan görə bilərik. Demək, subekvatoral iqlimdə yerləşən ərazilərə bir daha dedik. Şimalda Orinoco ovalığı, həmçinin Qviana yaylasının, cənubda Braziliya yaylasının, Gran Chaco'nun bir hissəsi və s. Bu ərazilər subekvatoral iqlim qurşağında yerləşir. Cənubi Amerikada digər belə deyək, yayılmış iqlim təbii ki, qurşağı tropikdir. Tropikin həm quru tipi, həm də rütubətli tipi materikdə yayılmışdır. Materikin əsasən qərb hissələrində soyuq periyod cəryanının təsiri nəticəsində bu ərazidə tropikin, yəni deyək, səhra tipi yaranır və burada dünyanın ən quru belə deyək, səhrası olan Atakama səhrası formalaşır. Atakama səhrası quraqlıq ərazidir və bu ərazilərə demək olar ki, illərlə yağıntı düşmür. Ümumiyyətlə, bu ərazilərə son 100 ildə cəmi 5 dəfə leysan xarakterli yağışlar yağıb. Yəni, sərin ağır hava qalxa bilmir və ərazidə dumanlıq yaransa da, lakin yağıntılar yağmır. Yəni, yağıntı bu ərazilərə düşmür. Ona görə dünyanın ən quraq ərazisi hesab edilir. Materikin şərq hissəsində isə təbii ki, burada isti cəryanların təsiri materikin şərq hissəsində, xüsusən Braziliyanın şərqində rütubətli tropik iqlimin yaranmasına səbəb olmuşdur. Biz materikin cənub hissəsinə baxsaq, biz bu hissədə subtropik iqlimin yayıldığını görə bilərik. Materikdə görürsünüz, həm subtropikin Aralıq dəniz iqlim tipinə, həm subtropikin kontinental tipinə, həm də cənubda biz bilirik ki, musson əvəzinə bərabər rütubətli iqlim tipi yaranır ki, bərabər rütubətli iqlim tipinə rast gələ bilərik. Biz Cənub Aralıq dənizi iqlim tipinin ilk öncə qrafikinə baxsaq, görə bilərik ki, baxın, yağıntılar ümumiyyətlə Aralıq dənizi iqlim tipində qışda düşür. Yəni, cənubda iyun, iyul, avqust ayları qış ayları olduğu üçün Cənubi Amerikada Aralıq dənizi iqlim tipində yağıntılar iyun, iyul, avqust aylarında düşəcək. Havanın temperaturuna diqqət yetirsək, yəni yay aylarında, yəni yanvar, fevral, dekabr aylarında yüksəkdir, 30 dərəcəyə təqribən yaxınlaşır. Amma qış aylarında, yəni iyun, iyul, avqust aylarında isə mülayimdir, yəni 10 dərəcə civarındadır. Yenə deyirəm, yağıntıların miqdarı iyun, iyul, avqust aylarında, yəni qış aylarında düşəcək. Yanvar, fevral, dekabr, yəni yay aylarında isə təbii ki, quraqlıq olacaq. Ona görə yay aylarında su varmaya ehtiyac vardır. Bu ərazilərdə də yəni
Sakit Okean sahillərində, həmçinin Çili ərazisində, Çilinin mərkəzinə qədər olan ərazilərdə təbii ki, subtropikin aralıq dənizli iqlim tipi yayılmışdır. Təbii ki, biz materikin daxilinə doğru getsək, burada kontinental tip özünü göstərir. Yəni, burada kontinentallıq artır, yağıntıların miqdarı azalır və artıq biz materikin mərkəzi hissələrində, La Plata ovalığının müəyyən bir hissələrində subtropikin kontinental iqlim tipinin yayıldığını görə bilərik. Materikin şərq hissəsində isə təbii ki, biz subtropikin bərabər rütubətli iqlim tipinin yayıldığını görə bilərik ki, bərabər rütubətli iqlim tipində də yağıntıların miqdarı düzdür. O qədər də çox deyil. Haradasa hər aya üzrə 50, il ərzində 600-700 mm-yə qədər yağıntı düşür və havanın temperaturu isə yay aylarında daha isti, qış aylarında isə təbii ki, mülayim keçəcəkdir. Və qeyd etdiyimiz kimi Şimali Amerikanın şərq sahillərində, Cənubi Amerikanın şərq sahillərində biz subtropikin demək bərabər yağıntılı iqlim tipinə rast gələ bilərik. Cənubi Amerikada digər bir iqlim tipi mülayim iqlim tipidir. Mülayim iqlim qurşağıdır. Mülayim iqlim qurşağının burada həm dəniz iqlim tipinə, həm də kontinental tipinə rast gələ bilərik. Materikin qərb hissəsində, Çili ərazisində biz mülayimin dəniz iqlim tipinə rast gələ bilərik ki, mülayimin dəniz iqlim tipinin yaranmasına səbəb təbii ki, bu ərazidə yağıntıların miqdarının çox olmasına səbəb qərb küləkləridir ki, qərb küləkləri bu əraziyə çoxlu yağıntı gətirir. Ona görə də mülayimin dəniz iqlim tipi formalaşır. Təbii ki, bura il boyu yağıntılar bərabər paylanır və havanın temperaturu il boyu mülayim keçir. Materikin mərkəzi hissələrinə doğru təbii ki, kontinentallıq artır. Buna səbəb həmçinin soyuq Falkland cərəyanıdır ki, Falkland cərəyanı materikin şərq hissəsində də kontinentallığın yaranmasına səbəb olur. Yəni, materikin həm şərqində, həm də mərkəzi hissələrində kontinental iqlim formalaşır ki, burada yağıntıların miqdarı azalır və illik temperatur amplitudu isə təbii ki, böyüyür.